Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Xaçapurini çoxunuz pendir ilə tanıyırsınız. Amma bugün sizinlə onu dadlı qiyməkçili ilə hazırlayacağıq. Nəticə isə həqiqətən də möhtəşəmdir. Əvvəlcə qiyməkçiliyini hazırlayırıq. Ətlə soğanı ət maşından keçirdirik. 500 qram dana ətini, 150 qram baş soğanla ət maşından keçirdirəm və tavaya da 60-70 qram kərə yağı əlavə edirəm. Yağ isindikdən sonra ət maşından keçirdiyimiz soğanla əti tavanın içərisinə əlavə edirik və gür odda tam olaraq çiliyi gedənə qədər qarışdırırıq. Qətiyyən su əlavə etmirəm və qapağının üzərinə yerləşdirirəm. Artıq çiliyi getdikdən sonra qapağının üzərinə yerləşdirib ocağın orta ateşində ətin elə bil ki öz az da olsa suyu çıxır. Həmin o suyu quruyanadək bişirirəm. Artıq suyu tam olaraq quruduqdan sonra üzərinə zövqə görə, ağız dadına görə duz, qara istiot və biraz da pul biber əlavə edirəm, qarışdırıram. 1 dəqiqə müddətində də qarışdıra tavada biraz qovurub götürürəm. Və artıq içliyi hazırdır. Gördüyünüz kimi tərkibində çalışın ki, qətiyyən suyu qalmasın ki, xəmirin içərisində linc etməsin. Tamamilə suyu qurumalıdır. Suyu quruduqdan sonra götürüb qoyuruq bir kənarda qalsın, soyusun. İndi isə xəmiri hazırlayırıq. Xəmir üçün 1 stəkan ilıq suyun üzərinə 1 çay qaşığı qurumaya, 1 çay qaşığı şəkər tozu və 1 yemək qaşığı un əlavə edirik və qarışdırıb üzərini örtüb 1-10 dəqiqə gözlədirik ki, mayamız aktivləşsin. Hətta tez aktivləşməyini istəyirsinizsə, ocağın üzərinə dəmir yerləşdirin. Hansı ki, plovu dəmə qoyuruq. Həmin o dəmiri yerləşdirirsiniz. Vam odda bu demək qabı yerləşdirirsiniz onun üzərinə. Çox az 5-6 dəqiqə qalır. Artıq görürsünüz ki, maya aktivləşib və götürürsünüz. Gördüyünüz kimi üzərinə maya aktivləşdikdən sonra bir bütöv yumurta əlavə edirik. 50 qram ərinmiş kərə yağı əlavə edirik. 1 yemək qaşığı dolu xama əlavə edirik. Xama olmasa 1 yemək qaşığı qatıqla da əvəz edə bilərsiniz, fərq etməz. Mən bərk xamadan istifadə etdim deyə burada unun miqdarı məndə biraz az istifadə olundu. Ümumilikdə 4 stəkan un istifadə olunmalıdır bu xəmir üçün. İstifadə etdiyim xama biraz qatı olduğuna görə özünüz də gördünüz ki, yəni qabdan biraz gec düşdü. Biraz qatı xama olduğuna görə, ona görə mən də 4 stəkandan biraz, hardasa yarım stəkan az undan istifadə etdim. Amma istifadə etdiyiniz xama biraz duru olarsa və ya qatıq istifadə etsəniz, onda bilin ki 4 stəkan un istifadə olunacaq. Unu hissə-hissə əlavə edin. Hər zaman qeyd edirəm ki, unu mütləq hissə-hissə əlavə edin. Üzərinə 1 çay qaşığı da duz əlavə edirik və yumşaq bir xəmir yoğururuq. Gördüyünüz kimi mən unu hissə-hissə əlavə edirəm. Çünki hər zaman videolarımda qeyd edirəm. Həm unun növündən asılı olaraq, yumurtanın böyüklüyündən, kiçiliyindən, məsələn, istifadə edəcəyiniz xamanın duruluğundan, qatılığından asılı olaraq ola bilər ki, az və ya artıq un istifadə oluna bilər. Ona görə hər zaman reseptdə yazılan un miqdarını bir dəfəyə yox, hissə-hissə əlavə edin. Gördüyünüz kimi yumşaq bir xəmir yoğururam. Xəmir mütləq yumşaq olmalıdır. Üzərini örtürəm və qalın büküb 1 saat mayalanmağa qoyuram. Xəmir də çox gözəl mayalanmalıdır. 4 stəkan un götürün və unu hissə-hissə əlavə edərək xəmiri yoğurun. Ola bilər 4 stəkan unun hamısı da istifadə oluna bilər və ya 4 stəkandan yarım stəkan az, yəni 3 stəkan yarımdan da un istifadə oluna bilər. Və xəmir mayalandıqdan sonra əvvəlcə havasını alırıq. Daha sonra isə xəmiri eyni bərabərdə olmaqla 8 hissəyə bölürük. Bu reseptlə bu xəmirdən 8 ədəd iri ölçüdə çox doyumlu xaçapurilər alınır. Kündələrin hamısının eyni bərabərdə olmasını istəyirsinizsə, tərəziniz varsa, əvvəlcə xəmiri tərəzidə çəkin və xəmirin kütləsini 8 hissəyə bölün. Nə qədər gəlirsə, həmin o qramdan da kündələri tutun. Xəmiri kündələdikdən sonra mütləqdir ki, üzərini örtüb 1-15 dəqiqə gözlədəsiniz ki, kündəsini alsınlar. Kündəsini almasalar yaymaq mümkün olmayacaq. Ona görə mütləq gözlətmək lazımdır ki, kündəsini alsın və yayarkən rahatlıqla yayılsın. Kündələri yığmamışdan öncə də əvvəlcə qabın alt hissəsinə biraz un səpirik və üzərini örtüb qeyd etdiyim kimi 1-15 dəqiqə gözlədirik. 15 dəqiqə keçdikdən sonra baxın görürsünüz çox gözəl kündəsini alıblar. İndi isə bir-bir götürürük. Üzərinə altından un səpərək incə şəkildə yayırıq. Nə qədər incə yaysanız, o qədər də bişirdiyiniz xaçapurilər qəşəng xırçıltılı, qat-qat çox gözəl alınacaqlar.
İllər öncə mən bu xaçapurini pendirli hazırlamışdım. Pendirli şiklə hazırlayanda həqiqətən də o qədər geri dönüşlər almışdım ki, izləyicilərim tərəfindən çox bəyənilən bir resept olmuşdu. Özüm də buradan deyim ki, bu resept həqiqətən də ideal bir reseptdir. Çox gözəl bir xaçapuri reseptidir. Pendirlə də hazırlaya bilərsiniz. Kim ki hazırlamayıb, kanalıma yeni qoşulubsa, pendirlə olan xaçapuri resepti də, yəni eynən bu resepti xəmir, amma içliyi pendir və kəsmiklə hazırlanan xaçapuridir. O da kanalımda var. Həmin videoda kanalımda var. O videonu da izləyə bilərsiniz. Bu dəfə istədim ki, biraz fərqlilik qatım və qiyməli ətlə hazırlayım. Həqiqətən də çox gözəl alındı. Nə yaxşı ki, elə qiyməli ətlə hazırladım. O qədər bəyəndi ki, evdə hamı tərəfindən çox bəyənildi. Həqiqətən də çox ləzzətli alınır. Əgər indiyə qədər qiymə ilə xaçapuri hazırlamamısınızsa, mütləq bu resepti yaddaşa verin. Bir dəfə də olsa hazırlayın. Hazırlaması sizə qətiyyən çətin gəlməsin. Çox asan, rahat bir üsuldur və həqiqətən də möhtəşəm alınır, çox dadlı alınır. Kündələri yağlamaq üçün 200-250 qram kər yağından istifadə etdim. Baxın, gördüyünüz kimi kündəni götürürük, üzərinə və altına un səpərək incə şəkildə yayırıq. Bir qədər yaydıqdan sonra oxlovla çalışıram ki, kənarlarını da incəldim. Siz də nə qədər bacarırsınızsa incə yayın. Yəni nə qədər incə yayılsa, həm qəşəng xırçıltılı alınacaq, həm qatları bilinəcək, çox gözəl olur incə yayında. Yəni çalışın xəmiri qalın saxlamayın. Görürsünüz, baxın, kənarlarından da oxlovla qəşəng incəldirəm. İncəltdikdən sonra kərə yağı ilə, fırça ilə qəşəng hər tərəfini yağlayıram. Yağladıqdan sonra qatlayırıq. Necə ki, qat-qat xəmirdə zərf şəklində qatlanılır, bu xəmirdə o cür qatlayırıq. Amma bu xəmir qat-qat xəmir deyil, adi bir xəmirdir. Görürsünüz, o qatladığım hissəni yağlaya da bilərsiniz. Amma qatladıqda həmin o yağlı hissə düşür yağlamamış hissənin üzərinə. Ona görə istəsəniz yağlaya da bilərsiniz, yağlamaya da bilərsiniz. Mən birini hər tərəfini yağladığımda sizə göstərdim və bu cür da göstərirəm. Amma sona kimi bu üsulla davam etdim. Baxın, hətta artıq 3-cü gündən də sizə göstərirəm. Bunu yaydıqdan sonra çalışın üzərində artıq unları biraz əlinizlə təmizləyin. Daha sonra isə yağlayırıq bolluca. Yağladıqdan sonra baxın, qatladıq. Artıq bu hissəni yağlamağa ehtiyac yoxdur. Çünki digər hissəni üzərinə qatladıqda həmin hissə, yağlı olmayan hissəyə birləşir. Və bu cür gördüyünüz kimi hamısını qatlayırıq və üst-üstə yığırıq. Çox da yapışması olmur, yəni buna görə də narahat olmayın. Əgər narahat olsanız, təbii ki, ara qatlarına adi bir salafanda yerləşdirə bilərsiniz. Hamısını bu cür qatladıqdan sonra, yəni 8 kündənin 8-ini də bu üsulla yaydım, yağladım, qatladım. Və soyuducuda bir 10 dəqiqə saxladım. Çox yox, 10 dəqiqə saxladım. İstədim ki, qatlarındakı bu yağ bərkisin, ərinmiş yağ olduğuna görə. Amma soyuducuya qoymaya da bilərsiniz. Yəni ara qatındakı yağ həqiqətən də tez bərkiyir. Daha sonra isə götürürük, biraz üzərindən yayırıq. Oxlovla biraz yayıb açırıq kündəni. Orta hissəsinə də 3 yemək qaşığı içlikdən, qiymədən əlavə edirik və gördüyünüz şəkildə bükürük və yığırıq. Baxın, görürsünüz, biraz yayıram. Mütləq siz də bu cür yayın ki, həm qəşəng biraz xəmir incə alınsın, çox qalın alınmasın. Həm də ki, biraz iri çıxsın da xaçapuriləriniz, çox kiçik alınmasın. Ona görə mütləq bir qədər yaymaq lazımdır. Bu hissələrində mütləq biraz möhkəm bərkidin və artıq gördüyünüz kimi hamısı hazırdır. Sizə tam aydın olsun deyə ona görə bir neçəsinin içliyin qoyarkən sizə göstərirəm. Yenə də xəmir o qədər gözəl bir xəmirdir ki, gördüyünüz kimi hər bir kəsin evində olan ərzaqlarla hazırlanır. Yəni tərkibi çox mürəkkəb deyil, sadə ərzaqlarla olan bir xəmirdir. Çox havalı xəmirdir, çox gözəl bir xəmirdir. O qədər dadlı, ləzzətli xaçapurilər alınır ki, bu xəmirdən həm pendirlə, kəsmiklə, həm də qiyməli xaçapurilər hazırlaya bilərsiniz. Yəni hər iki içliklə hazırlayıb nuş edə bilərsiniz, möhtəşəm alınır. Hamısını hazırladıqdan sonra bunları gözlətməyə ehtiyac yoxdur. Qətiyyən gözlətməyin. İlk hazırladığınız xaçapurilər hansıdırsa, mən də ilk hazırladıqlarımdan başlayıram bişirməyə. İlk hazırladıqlarımın üzərinə 2 yumurta sarısı götürdüm. Üzərinə 1 yemək qaşığı da duru yağ əlavə edirəm, qarışdırıram. Və ilk hazırladığınız xaçapurilərin üzərinə yumurta sarısını çəkirik. Varsa biraz da çörək otudur, küncütdür, səpə bilərsiniz. Mən çörək otu ilə küncüt qarışığından istifadə etdim. Öncədən sobamı yandırmışam. Konveksiya rejimində mən 170 dərəcədə 35 dəqiqə müddətində bişirdim, götürdüm.
Amma konveksiyasız adi sobalarda 200 dərəcədə mütləq bişirin. Çox az dərəcədə bişirməyin ki, içərisində qatlarda olan o yağlar süzülməsin. Yağlar elə xəmirin tərkibində qalsın. Ona görə adi sobalarda 200 dərəcədə, konveksiya rejimində də 170 dərəcədə bişirdim. Tam 35-40 dəqiqə müddətində demək olar. 40 dəqiqə çoxdur, amma yenə də hər kəs öz sobasına uyğun ayarlasın. Mənim sobamda 35 dəqiqə müddətində bişib hazır oldu. Xına kimi qıpqırmızı qızardı gördüyünüz kimi. Çox gözəl alınıblar. Gözlədim biraz soysunlar. Tam soymasa da biraz ilıq hala gəliblər. İndi kəsib iç görünüşündə sizlərə göstərəcəm. İnandırım sizləri ki, o qədər ləzzətlidir ki, yedikcə dadından doymaq olmur. İsti olanda, qaynar olanda qəşəng xırçıltılı olur. Amma soyuyanda, yəni səhərə qalanda biraz yumuşalır. Siz elə bunu bu cür qaynar halda, yəni xırçıltılı halda yemək istəyirsinizsə, yəni növbəti dəfə bunu yeyəndə siz yenidən bunu sobada isidib nuş edə bilərsiniz. İsindikcə yenə də həmin o xırçıltılığı özünə qayıdacaq. Görün necə gözəldir. Qatları da hamısı bilinir. Hələ burada ilıq halda mən kəsmişəm, yəni təzə bişib. Səhəri günə qalanda onu bıçaqla kəssəniz belə görəcəksiniz ki, qatlar hamısı tək-tək sayılır. Görürsünüz necə gözəl bişib. Bu xaçapuriləri hazırlamağınızı şiddətlə tövsiyə edirəm. Mütləq hazırlayın. Yorumlarınızı, geri dönüşlərinizi gözləyəcəm dəyərli izləyicilərim. Göz haqqınızı halal edin. Videonu bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Allah'a emanet olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.